Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün mən sizə bütün maskalarınızı unutturacaq mükəmməl bir maska təqdim edəcəyəm. Çünki bu maskanı istifadə etdikdən sonra digər maskalarınızı bir kənara atacaqsınız. Mükəmməl ötəsi bir maskadır. Anında dərinizi gözəlləşdirir, hamarlaşdırır, həm qırışların qarşısını alır, nəmlilik verir, günəşdən qoruyur, həm sıxlaşdırır məsamələrinizi, sınaqların qarşısını alır. Bir sözlə mükəmməl bir maskadır. Bunun üçün bizə əvvəlcə dərimizi maskaya hazırlamaq üçün peeling etməliyik. Peeling üçün isə bizə soda və kokos yağı lazımdır. Əvvəlcə bir qaşıq kokos yağını götürürük. Kokos yağı məndə biraz donmuş haldadır. Bu şəkildə. Və üzərinə bir qaşıq soda əlavə edirik. Biraz da qara zirə yağı. Qara zirə yağını antiseptik olduğu üçün əlavə edirik. Üzümüzdə sızanaqların yaranmasının qarşısını alsın, mikroblardan, toksinlərdən təmizləsin. İndi isə kokos yağımızı, qara zirə yağımızı və sodamızı yaxşıca həll edirik. Bu bizim peelingimizdir. İlk öncə biz bununla dərimizi yaxşıca təmizləyib hamarlaşdıracağıq. Peelingimiz hazırdır. Başlayırıq bununla üzümüzü yüngül hərəkətlərlə masaj etməyə. Əlimizlə götürürük üzümüzə bu şəkildə. Tam yedirdə masaj edirik, peeling edirik. Bütün üzümüzə bu şəkildə 5 dəqiqə masaj edib bu şəkildə qurumağını gözləyirik. Sonra isə ilik su ilə yuyuruq. Dərimiz olur hamar, yumuşaq bir dəri. Mən əllərimi yudum gəldim. İndi isə maskamızı hazırlayıb üzərindən nəmləndirici, qırışların qarşısını alan maska hazırlayıb çəkəcəyik. Mən bunu saxlayıram. Videonu çəkdikdən sonra üzümə mütləq istifadə edəcəyim. Maska üçün isə bizə vazgeçilməzimiz olan, cildimiz üçün mükəmməl olan bal, sonra bir qaşıq süd. Onu deyim ki, süd təzə olmalıdır. Qətiyyən xolodilnikdə qalmış, soyuducuda qalmış. Bir neçə gün qalmış südü qətiyyən istifadə etməyin. Çünki orada bakteriyalar yaranır və üzünüzdə sızanaqların yaranmasına şərait yaradır. 1-2 damcı limon və qaşığın ucunda isə zeytun yağı. Evinizdə zeytun yağı olmasa, istədiyiniz yağla əvəz edə bilərsiniz. Siz bunu istəsəz, kokos yağı ilə də əvəz edə bilərsiniz. Mən peelingdə istifadə etdiyim üçün maskada zeytun yağını istifadə edəcəyim. Bu şəkildə. İstəsəz içinə tam dəymiş bir para banan da əzə bilərsiniz. Cildiniz sevinər. Yəni, banan cildi üçün mükəmməldir. Maskamız hazırdır. Budur. Sonra üzünüzə çəkirsiniz maskanı. 20-25 dəqiqə gözləyirsiniz.
20-25 dəqiqədən sonra ilıq su ilə yuyub nəmləndirici krem çəkirsiniz. Ondan sonra əlinizi üzünüzə vurub və mənim kanalımı yada salırsınız. Çünki mükəmməl bir his keçirəcəksiniz. Çünki dəriniz hamar, yumuşaq və ağarmış olacaq. Videomu izlədiysəniz çox sağ olun. Bəyənməyi və yorum yazmağı isə unutmayın.